Salam mənim əzizlərim, davam edirik əkizlər bölgünün 22-28 fevral həftəsi. Əkizlər karyera status məsələlərində məsuliyyət vurğulanır, üzlərindən anlaşılmazlıq ola bilər, sözün yanlış başa düşülməsi mümkündür. Məsləhət, rəsmi danışıq və sənədlərlə bağlı məsələləri 2 dəfə yoxlamaq lazımdır. Özü, hərəkəti, sevgi, pul, karyera. Əkizlər bu həftə sürətlənmiş enerji içindədir. Hadisələr tez inkişaf edir, xəbərlər ard-arda gəlir. Daxildə indi hərəkət etməliyəm hissi var. Sürət var, amma istiqamət tam aydın olmaya bilər. Hərəkətdə söz, mesaj, sual, araşdırma ön plandadır. Əkizlər düşünmədən danışa bilərlər, nəyəsə anidən tez reaksiya verə bilərlər. Bu da kəskin diyaloqlara səbəb ola bilər. Söz silahdır, ehtiyatlı istifadə etmək məsləhətdir. Sevgidə real ciddi başlanğıc enerjisi var. Bu kart emosiyalardan çox təhlükəsizlik, stabil münasibət istədiyinizi, artıq stabil olmayan heç bir şeyi həyatınızda istəmədiyinizi vurğulayır. Yeni tanışlıq və yaxud da münasibətdə konkret addımlar ola bilər, əgər münasibətiniz varsa. Sevgi real formada irəliləmək istəyir. Pul mövzusunda geri çəkilmə, düşünmə dövrüdür. Tək başına qərar vermək, risk almamaq, xərcləri azaltmaq enerjisi var. Gəlir gecikir, amma itkiniz yoxdur. Səssiz planlar qurursunuz, geri çəkilib, tələsmədən hərəkət etmək zamanıdır. Karyerada yeni başlanğıc, yeni ideya, yeni yol açılır, amma hələ bu başlanğıcdır. Davamı sənin cəsarətindən asılıdır. Ola bilsin ki, sizin qarşınıza fürsətlər çıxacaq, amma addım atmaq sizdən tələb olunur. Yəni, hər şeyə tez reaksiya vermə, amma qarşına çıxan fürsətləri də qaçırma. Əlavə bir kart çəkəcəm. Münasibətlərdə, bu münasibət sevgi də ola bilər, iş münasibəti də ola bilər, bir üst mərhələyə keçid ola biləcək, hər hansısa bir planlar qurula bilər, həyatını yeni planlarına görə uyğunlaşdıra bilərsən. Bu ola bilər ki, mövcud bir münasibətdə tutalım ki, elə bir qərar verərsiniz, evlənəsiniz və yaxud da hansısa bir iş birliyidirsə, artıq qərar verərsiniz ki, bu işi görməliyik. Bu şəkildə əkizlər üçün. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın. Bu qədər mənim əzizlər.